Mənim övladımın atası evlidir. Mən bunu danmıram və deyirəm. Və buradan yenə də deyirəm ki, o qıraqdan həyatda ən qınanılan asan bir şey qınamaq, üzr istəyirəm. Qınamaqdır. Deyirsən ki, mənim uşağımın atası evlidir. Bu yanlış bir hərəkətdir. Yox, yanlış bir hərəkət. Bax, dəfələrlə deyirik, qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirməyin. Bu, hələm bunu etməyin bir tərəfə. Lalə Məmmədova bunu demək istəyir. Çıxıb efirdən deyirsiniz ki, bəli, mən başqasının həyat yoldaşından, başqasıyla rəsmi nikahda olan bir kişidən övlad dünyaya gəlmişəm. Bunu da deyirsiniz. Zar, mən yenə deyirəm, mən efirdə çıxıb ərim demirəm, nə də kimə sacıq vermirəm. Məni bu yaşayışı yaşayıram, heç kim bilə bilməz ki, mən nə yaşayıram və mən nələr çəkmişəm və üzr istəyirəm böyüklərdən, hamiləlik dövründə nə streslər yaşamışam, ona heç kim deyəməz. Kənardan qınamaq çox asandır. Başa düşürsənmi? Çox qınamaq, həyatda ən asan şey kimsə qınamaqdır. Yəni, mən heç kimə məsləhət də görmürəm, bu yaxşı şey də deyil. Sadəcə olaraq həyatdır. Mən yenə də deyirəm, bəziləri çıxır efirdə, yoldaşım, ərim mənə bunu aldı, bunu elədi. Mən o şeyləri də eləmirəm, heç vaxt eləməmişəm. Çünki qarşı tərəfin o xanım da baxır, o da kimisə övladı, kimisə anadır. Yəni, mən o barədə özümə bəraət də qazandırmıram, amma yaşamışam da, indi bunu mən geri çevirə bilmərəm. Bizim gül balamız var, gözəl balamız var. O uşağın heç bir günahı yoxdur. Atası ilə əlaqə saxlayır mı? Hər gün, gündə 5-6 dəfə. Çox gözəl atadır. Amma yəni həyatım budur da, mən gizlədənmərəm bəziləri kimi mənim yoldaşımdır, mənim ərimdir, mən bu sözləri deməyə yəni, Ülviyə Namazova qeyri-rəsmi nikahdan, kəbinimiz var, amma bəli, rəsmi nikahımız yoxdur. Mən bunu deyirəm, yəni deyirəm, özümə bəraət qazandırmıram, amma belədir. Çox gözəl sözlər.